Salam, hər vaxtınız xeyir. Bu mənim üçün də 3-cü günümdür. Əslində 3 deyil, 2-ci gündür. Çünki ilk gün bütün yola getmişdi. Zaten gəlib gecə çatmışdım. Bir günü gəzdim. İkinci günü isə vloqlayıram yenidən. Bugün bizim edəcək işlərimiz çoxdur. Birinci Summer Place-ə gedəcəyik. Hansı ki, zamanında Çin imperatorlarının yay vaxtı dincəldiyi ərazi olub. Daha sonra isə Azərbaycanlı tələbələrin Çində təşkil etdiyi Novruz şənliyinə dəvətliyik. Hansı ki, burada oxuyan Azərbaycanlılar özləri üçün hər il Novruz bayramını qeyd edirlər bir Azərbaycan restoranında. Ora dəvətliyik, çünki mənim qardaşım da burada təhsil alır bildiyiniz kimi. Onun tələbə yoldaşlarıdır. Hərəsi fərqli universitetlərdən oxuyur, hətta fərqli şəhərdən gələnlər də var. Hazırda xəstəyəm deyə səsim çox da normal çıxmır, bunun fərqindəyəm. Amma neyniyim, işdən gücdən vaxt yoxdur editləməyə, ona görə ancaq xəstə olanda editləyə bilirəm. Burada taksilərdə çox bəyəndiyim bir şey oldu. Bizdə normalda taksilərdə necədir? Sürücü maksimum öz oturduğu oturacağı geriyə çəkir. Biz arxada oturmağa yer tapmırıq. Amma Çində isə belə deyil. Sürücü sidenyaları maksimum qabağa itələmiş olur. Hətta yanında olan boş oturacağı bəzən hətta bağlamış belə olurlar. Ona görə də ayaq məsafəsi rahatdır və taksidə siz rahat otura bilirsiniz. Bu videonu indi paylaşsam da bildiyiniz kimi mart ayında çəkilib. Ona görə mart ayında burada hava çox idealdır. Hətta Novruz tətili Çinə getmək üçün ideal vaxtlardan biridir. Çünki temperatur nə çox soyuq deyil, nə çox isti deyil. Amma təbii ki, daha çiçəkli bir vaxtda gəlmək daha yaxşı bir seçim ola bilər. Amma Novruz tətili də işləyən insanlar üçün çox ideal bir seçimdir məncə. Mən Çinə gedəndə hamı mənə demişdi ki, Summer Place-ə get gəz. Ümumiyyətlə Çinlə maraqlı olan, yəni Çində məlumatı olan insanlar bunu demişdi və demişdilər ki, əgər ora getsən və Summer Place-i gəzməsən, Pekini tam yaşamamısan demək olacaq və bu mənim konkret olaraq ağlımdan çıxmışdı. Çində olduğum ikinci gün qardaşım dedi Summer Place-ə gedək. Dedim, okey, aha, mən də oranı görmək istirdim, gedək. Və girişdən içəri daxil olan kimi sanki real həyatdan biraz kənara çıxırsan kimi olur. Və ona görə mən indi orada yaşadığım hissləri bir poetik bir şəkildə belə deyim, yəni öz hisslərimlə, öz sözlərimlə sizə çatdırmağa çalışacağam. Bu biraz sizə absurd gələ bilər, amma mən tarixi yerləri gəzməyi sevirəm. Tarixi yerlərə gedəndə orada divarlara, daşlara, hər yerə əlimi sürtürəm, belə deyim. Çünki düşünürəm ki, 100 illər əvvəl burada başqa bir insanlar öz gündəlik həyatlarını yaşayırdılar, amma indi bu tarixi bir nüansdır. Mən gəlmişəm buranı gəzirəm, dünyanın bir ucundan bura gəlmişəm. Həmin insanın təsadüfən toxunduğu yerə bilərək toxunuram. Yəni bu mənə fərqli bir hiss verir və belə deyim, tüklərimi biz-biz edir. Bir tərəfdə qədim Çin tikililəri var idi, digər tərəfdə isə bütün sakitliyi ilə Kumning gölü var idi. Hava yüngül küləkli idi və elə bil ki, külək belə bu saraya hörmətlə əsirdi. Bu arada siz hazırda videoda görürsüz hədiyyəlik əşya bölümünü. Buradakı sərgilənən şeyləri biz ala bilirik ödənişli bir şəkildə. Gəzinti uzun, rəngli, naxışlarla örtülmüş məşhur long koridordan başladı bizim üçün. Hər sütunda, hər xəttdə 100 illərin hekayəsi yaşayırdı. O qədər zəngin ornamentlər var idi ki, bir anlıq dayandım və düşündüm vaxtında burada addımlayan imperatorlar da mənlə eyni mənzərəni görürdümü? Yəni eyni külək, eyni rüzgar, eyni su səsləri eşidilirdimi? Yavaş-yavaş gölə doğru enəndə mənzərə daha da möhtəşəm oldu. Göy üzü açıq mavi, su isə o qədər sakit idi ki, bütün pagodalar, körpülər, dağ silueti suda ayna kimi əks olunurdu. Videodan çox da bilinməsə də. Gölün üzərində kiçik qayıqlar var idi. Sanki kəndirdən asılmış kağız fənərlər kimi suyun üstündə süzülürdülər. O an xəyal etdim ki, 100 illər əvvəl bu göldə imperator ailəsi ilə qayıqla gəzir, musiqi sədaları göldə yayılır və mən onları izləyirəmmiş kimi. Sonra mərhələlərlə sarayın yuxarı hissəsinə qalxmağa başladım. Hər addımda yeni bir hiss, yeni bir kəşf. Qədim daş pilləkənləri çıxanda nəfəsim biraz daralsa da, qarşıma açılan mənzərə buna bütün gücümə dəyərdi, belə deyim. Təpəyə çatanda Pekinin üstündə duran sakit bir möcüzənin içində olduğumu hiss elədim. Aşağıda Kuming gölü, ətrafımda saraylar, köhnə pagodalar, uzaqda müasir binaların siluetləri, tarixlə indiki zaman yan-yana dayanmışdı sanki. Düşünün, içəri şəhər, siz oradan alov güllələrinə baxanda necə bir hiss yaşayırsınızsa, onun qat-qat artığı. Summer Place-in açdığı bu hiss həm nostalji, həm sükunət, həm ilham, məhz bu yerin enerjisi idi. Bu sadəcə bir saray deyildi mənə görə, həm də Çin fəlsəfəsinin, harmoniya anlayışının və təbiətlə insanın ən sakit dialoqunun bir hissəsi idi. Burada hər addımda hekayə var, hər küncdə bu mədəniyyətin dərinliyi, hər tikilidə min illərin izləri hiss olunurdu mənə görə.
Mənim üçün Summer Place Çinin ən poetik məkanlarından biri oldu. Əgər bir gün Pekinə gəlsəz, buranı mütləq görməlisiniz. Amma tələsik yox, vaxt ayırın, sakit addımlayın, görün səsində, küləyin toxunuşunda, rənglərin parlaqlığında öz hekayənizi tapın. Çünki Summer Place səyahət edilən bir yer deyil, yaşanan bir yerdir. İndi isə gəldik Çanaqqala restoranına. Çünki biz burada keçirdəcəyik Novruz bayramını və biz gec gəlmişik, çünki trafiyə takıldıq və burada mən sizə göstərirəm nələr götürmüşəm yeməyə. Biz çox da yetişmədik, düzdür, az çox qalanlardan bir şeylər atışdırdıq. İndi isə gəlmişəm şirniyyatlar götürməyə, çünki çay fasiləmiz olacaq. Çay fasiləsi deməyim də, çay içə-içə əyləncələrə qoşuluruq. İndi onları izləyəcəksiniz. Xoş izləmələr. Bu da mənə çox maraqlı gəldi. Adi piçenyanın üstündə belə keçmiş, buranı dənəsi və birinci səhv eləmirəmsə. Bunlar nədir bilmirəm, yeyəndə biləcəm. Neysə, yeyəndə baxacaq qadına. Dünən buna doydum. Ona görə bu nədir bilmirəm. Bunu bir sınamaq üçün götürürəm. Birini özümə, birini qardaşıma. Digər meyvələrini də yeniləməyə gözləyirəm. Ümumiyyətlə çox böyükdür. Hər bir yemək var. Burada kebabdır. Nə gedirdi bunun adı? Bizim maraqlar var. Matcha gedir səhv eləmirəm sadəcə. Belə burada biraz badımcan dolması da var. Ümumiyyətlə biz çox gec gəlmişik. Amma hamısı milli yeməklərimizdir. Qalat kebabı və s. Milli kebabdan bir fikir qalıb burada. Buradakı şirniyyat stendini, şirniyyat stendini də göstərim buradan sizə. Bu nədir? Bilmirəm. Burada ıslaqlı. Bu tirliçedir deyəsən, amma tirliçenin üstü deyəsən başqa cür olur, bilmirəm. Bu da şərbətlə. Şərbətsiz olanı Bakı şirniyyatı olur, şərbətlə olanda səhv eləmirəmsə şəkər fayda olur, bilmirəm neçə ki. Burada belə kekslər var, şərbətlə istifadə olunur. Türk baklavaları, kekilər və təbii ki öz baklavamız. Novruz'a özəl buradadır. Və burada baklavalar doğranıb hazırlanır ora gəlmək üçün. Ki bizim açıq bir olsun. Arxacayalar var, təbii. Belə, mən də qardaşım gözlədim əslində ki gəlsin. Və çıxaq yuxarı, qardaşım sağ dostlarıyla söhbət edir. Burada hətta bayram yumurtaları da var. Belə fərqli rənglərdə boyayıblar. Bizim süfrənin üstündəkilər isə tələbələrə özəl olaraq üstündə müxtəlif smaliklər falan da çəkirlər. Onlar çox maraqlıdır. Baklavalar geldi. Gelen kimi de bitecek diyesin. Meyve tabağı da ayrıca yedim ki her dakika ikinci meyveye çıkıp düşmeye. Restoranı ümumi size gösterim. Tam Azerbaycan sayağı bir restoran. Çekildik deyip ayaktan Bir dənə Starbucks'tan kofe hədiyyə. Tamam abi. Ramazandan sonra bir tane teklif. Yaxşı, işi böləcəm. Çanaqqaladan bir nəfərlik menü. 2 nəfər. Bir nəfərlik menü. Biz azad qalıyor, belə şey yoxdur. Bu arada bu kilo diyor. 30'a. Yaxşı, çəkirəm. Birinci. Ali Paşa. Rəqib olacaq. Ali Paşa gəl onda siz. Kimə? Möhtərəm rəqibini istəyir. Həmidə. Həmidə yox, Həmidə çalışalım. Hani kafi seçmirsən. İstanbulda başqa qırıq yazıyor. Xəyəcan. Ay, yaxşı, Yaxşı, bir taxtını. Həmidə gördüm. Ay, çox pis. Abi nə qırıq? 5 masandan aldın yumurta olardan da. Starbucks alasın. Həmid başa. Həmidə. Şeydə. Ali Paşa qırıq. Yaxşı qırıq. Yoxsa Həmidə. Nərminlə. Bir də Nərminlə. Lala. Duzdu. Qıtsıqdı. Quytani şeydir. Ramanla da ara. Ayda mən də kimə güvənirəm desəm bu saniyəsində yedim. Uddu. Sıfır 5 nəfər. O niyə yoxsa
Dəyiş. Jasmine dur, Jasmine. İmanı komünəsə gün buradasan. Ha, İman komünə Ramaldadır. Ha, sen sayfa boşlarda taşıyor. Öyle özüne gel. O 5'te çekti, sen 7'yi de çekti. Oy. Bırak şikayetler hediye verir, ben de bilmem ne düşleri. Gayda ben çekirəm. Kes, Lala gel Lala. Jasmine da var. Pamagi sestra da var. Bu görüntüler içində keçirdiyim ən gözəl günlərdən xatirə olaraq qalıb. Qardaşımın yoldaşları, yəni tələbə yoldaşları olduqlarına görə məni də özlərinə seçmədilər, sağ olsunlar. Və özümünki kimi bir mühit idi. Hər kəs gülürdü, oynayırdı. Həyat çox adi və çox normal gəlirdi o an. Və bu kadrlarda gördüyünüz sarı koftalı xanım, o da həmin gecənin ən enerjili insanlarından biri idi. Mən videonu montaj edənə qədər xəbər gəldi ki, artıq həyatda deyil. Bu 19 saniyəyə baxanda insan anlayır ki, həyat nə qədər qəribədir. Bir an əvvəl var, bir an sonra yox. Bəzən elə gəlir ki, kamera sadəcə görüntü yox, həm də bir insanın son izini qoyur. Mən bu 19 saniyəyə hər dəfə baxanda düşünürəm ki, yaşadığımız hər an nə qədər də dəyərlidir və heç kim o anın son olub olmayacağını bilmir. Bəzən dayandırmaq istəyirəm hər şeyi, yəni şəkil çəkməyi, video çəkməyi, sadəcə anın dadını çıxarmaq istəyirəm. Hətta bəzən belə necə deyim, sosial iz qoymamağa çalışıram sosial mediada. Amma sonra belə şeylər ağlıma gələndə deyirəm ki, niyə də mənim həyatımın yaxşı anlarından xatirə qalmasın. Və həqiqətən hazırda çox duyğuluyam bu videonu editləyərkən. Amma nə edək ki, həyat bu qədər fani və qəribədir. Gel lan. Novruz şənliyində elə bir an var idi ki, heç vaxt unuda bilmərəm o anı. Kadrda da gördüyünüz bu 4 nəfər Çinli orada Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil alırlar universitetlərdə. Hətta hər birinin özünə seçdiyi Azərbaycanca ad var. Özlərinin seçdiyi deməyim, müəllimlərinin ətrafındakı Azərbaycanlıların seçdiyi biri Sevinç idi, biri Tamilla idi, biri Gül Hüseyn idi, digərini isə unutmuşam, çox təəssüf ki. Onlardan bizim dilimizi özdə belə bir ciddi şəkildə, qrammatik formada danışdıqlarını eşitmək mənim üçün həm inanılmaz dərəcədə sevindirici idi, həm də bir o qədər də qəribə idi. Çünki bəzən biz öz dilimizin, öz mədəniyyətimizin nə qədər dəyərli olduğunu yalnız uzaqda, başqa bir ölkədə görə bilirik. Onlarla tanış olmaq çox xüsusi bir hiss idi. Sanki qürbətdə özündən bir parça tapırsan, amma bu dəfə o parça sənin ölkənə aşiq olan insanlardır. Aralarından biri adı Tamilla olan, o hətta 2 il Azərbaycanda yaşayıb, Xəzər Universitetində exchange proqramla oxuyub. Onun Bakını, Azərbaycan mətbəxinin, insanların səmimiliyini danışarkən görsəydiniz, möhtəşəm. Mənim gözümdəki sevinc, qürur, həm də çox təsirli idi. Hətta bir ara gözümdə doldu. Bu anlar mənə bir daha göstərdi ki, mədəniyyət sərhəd tanımır, dünyanın hansı nöqtəsində olmaqdan asılı olmayaraq, insanlar eyni musiqidə, eyni dildə, eyni bayramda bir araya gələ bilirlər. Bəlkə də bu həyatın ən gözəl tərəflərindən biridir. Deməli, Novruz tədbiri əslində bitmədi. 3 ildən çoxdur ki, artıq burada yaşayan və oxuyan Azərbaycanlıların təşkil etdiyi bir aktivitə var ki, hər il Novruz bayramından sonra onlar gedirlər, gecəni səhərə qədər gəzirlər və indi biz ikinci məkana keçmişik. Hələ saat 11-12-nin yarısıdır hardasa və
məkanda biraz mahnılar oxuyacağıq, əylənəcəyik. İndi mən partını əslində bitirdik və indi daha soft bir məkana gəlmişik ki, soft deyil əslində, sadəcə qida baxımından soft olan bir məkana gəlmişik. Və burada da biraz vaxt keçirdikdən sonra yəqin ki, bilmirəm, plan hələ ki o yöndədir ki, bayraq qaldırma seremoniyasinə gedək. İndi bilmirəm, nəticə nə olacaq, bilmirəm, arxadakı səsdən siz məni eşidə bilirsiniz ya yox. Amma mən indi qayıtmalıyam içəri. Burada divarda belə bir şey var. Məkanın, əslində məkan bir binada yerləşir, 3-cü mərtəbədədir. Bura isə binanın və digər müəssisələrin koridorudur və artıq içəri getməyin vaxtıdır. Getir dediğin anda bizden baksanca yüzüne bakıp değer geçir ömür köyürsen kocalırsan dinle. Geldi o şarkı. Bu gece tek temenni ilk hoşbetliğini borç alırsan. Gözlerden akan yaş olaydın. Hava flaşlarını yandırsın. Uşaklar hava. Gölgeler sen sesler. Gel. Gözleyerem, gözleyerem, gözleyerem. Yaş. Gözlerden akan yaş olaydın. Yaş. Gözlerin bir yaşlanaydı. Son. Keskin döngeler sen sesler. Gel. Gözleyerem, gözleyerem, gözleyerem. Hiç bak tekrar okumayacağım seni. Tek kalacağım reflerde. Okuyun da indi. Sus terste herden ya da Şənlikdən sonra uşaqlarla birlikdə ikinci məkana keçdiyimizi bilirsiniz. Kiçik bir məkan idi, kozi bir yer idi, bar tipli idi. Amma o qədər balaca idi ki, sanki bütün məkan bizə aid imiş kimi. Çünki bütün məkanı tuturdu, belə deyim. Hardasa 15-20 nəfərlik bir məkan idi. Və məkan sahibləri qardaşımın tanışları idi deyə daha bir ailə kimi hiss eləyirdik orada. Masalar, işıqlar, ambiyans, musiqi hamısı elə yaxın idi ki, öz evimizin otağı kimi gəlirdi mənə. Orada o qədər fərqli mahnılara qulaq asdıq ki, gah qəmli bir melodiya başlayırdı, gah hamının içində qəribə bir duyğu yaranırdı, gah birdən-birə tam əksinə enerjili, əyləncəli, ritmik mahnılar oynanmağa başlayırdı, dinlənməyə başlayırdı. Modumuzun sərhəddi yox idi sanki. Eyni anda həm darıxırdıq, həm gülürdük, həm kövrəlirdik, həm əylənirdik. Ən təsirli hissə onların bir-birə necə yaxın olduğunu görmək idi. Mən orada həqiqətən başa düşdüm ki, bu uşaqlar Çində bir-birlərinin ailəsinə çevriliblər. Çünki hər çətinlikdə, hər üzüntüdə bir-birlərinin yanındaydılar. Heç birinin ailəsi yaxında değildi. Amma onlar bir-birlərinə ailə olmağı o qədər gözəl bacarıblar ki, bunu izləmək, onların münasibətinə şahid olmaq məni çox təsirləndirdi. Bəzən insan minlərlə kilometr uzaqda öz ailəsini tapır, qan bağı yox, ürək bağı ilə. Və belə deyim, biraz qəmli notlara hər dəfə qaçıram. Bugün niyəsə yəqin ki, xəstəyəm deyə. Bu ətraf çox səs-küy idi. Amma yad nəfəs yox idi orada. Məkanda elə bir yaxınlıq, elə bir səmimiyyət var idi ki, elə bir deyən divarlar belə bizi tanıyırdı kimi bir vibe var idi və heç özümü xaricdə hiss eləmirdim. Sanki Azərbaycanda çox yaxın əhatəmdə idim ki, hansı ki mən oradakı uşaqların çoxunu ilk dəfə idi tanıyırdım. Əsas da elə oradakı uşaqların yaratdığı özünə məxsus bir aura idi. Məkana
Girən kimi elə bir vibe aldım ki, sanki həqiqətən də mən bu məkana bir neçə dəfə gəlmişəm artıq və bu məkan uzun müddət imiş bizi gözləyirmiş. Biz oturub söhbət eləməyə başladıq, dərdləşdik, güldük. Musiqilər dediyim kimi çox tez-tez dəyişirdi, ona görə əhvalımız da dəyişirdi. Məsələn, tutaq ki, bir dənə qəmli mahnı açılır. Elə mahnı açılan kimi içində qəribə bir boşluq oyadır, səni düşünməyə məcbur eləyir. O anda hamı sakitləşir, fısıltı ilə danışırdıq. Elə bil bir-birimizin səsi, birimizin səsi hətta deyərdim, digərimizin səsini bastırır kimi hismi eləyirdi, yoxsa digəri ilə qarışsınmı istəmirdik, bilmirəm. O anlarda hamının içində bir parça həsrət var idi. Bu çox gözəl hiss olunurdu, amma həmin həsrətin də bölüşülə bilən bir yanı var idi. Sonra birdən ritm dəyişirdi, elə bil hamının içindəki o ağırlıq bir saniyədə yox olurdu, şən bir melodiya başlayırdı. Heç kim özünü saxlaya bilmirdi. Hər kəs ayağa qalxırdı, oynayırdı, gülürdü. Elə bil biraz əvvəl qəmli bir köşədə oturan insanlar biz deyildik kimi. Hər şey o qədər sürətli dəyişirdi ki, hansı duyğunu yaşadığımızı özümüz də tam anlamırdıq. Amma qəribə bir şəkildə bu qarışıqlıq bizi birləşdirirdi. Bax, o gecənin ən gözəl yanı buydu. Hisslərimiz fərqli idi, amma onları bölüşdüyümüz insanlar eyni idi. Mən həmin anlarda bir şeyi çox aydın gördüm. Bu uşaqlar nə qədər fərqli insanlar olsalar belə, bir o qədər də bir-birlərinə bağlıdılar. Aralarında elə bir bağ var ki, sanki hər çətinlikdə bir-birlərinə sığınmaq üçün yaradılıb. Kimisə gözü dolanda bir ona su gətirir, kim yorulur, kim susur, kim gülür. Hamısı avtomatik olaraq bir-birinə uyğunlaşır. Sanki çoxdan məşq edilmiş, amma içdən gələn bir harmoniya var idi aralarında. Və mən bunu müşahidə etdikcə başa düşdüm ki, onlar burada böyük şəhərdə, kilometrlərcə uzaqda, ailələrindən və bütün ətraflarından uzaqda özlərinə yeni və əsl ailə yaradıblar. Təbii ki, onların arasında da problemlər ola bilər, sözlər bir-birinə xoş gəlməyə bilər, bir-birlərini çox da bəzilərinə anlaşmaya da bilər hətta, amma günün sonunda bir ailədilər. Heç kim yanında yoxdur onların, heç birinin heç kimi yanında yoxdur. Nə valideyni, nə bacısı, nə qardaşı, amma onların bir-birləri var. Bir-birlərinə söz demədən də dəstək olan, bir-birini anlamağı bacaran real bir ailə. Bəzən insanlar qan bağından çox danışırlar ki, qan bağı belə önəmlidir, elə önəmlidir. Amma mən o axşam öz gözlərimlə gördüm ki, bəzən ən güclü bağlar elə həyatın gətirdiyi insanlarla qurulur. İçində eyni həsrəti, eyni mübarizəni, eyni çətinliyi daşıyan insanlarla hətta. Bu məkan, deyərdim ki, hətta bu məkanda o balaca masanın ətrafında əyləşəndə mən anladım. Bu uşaqlar üçün bu şəhər təkcə təhsil, iş həyatı, karyera, gənclik deyil, həm də yaşadıqları hər çətinliyin içində bir-birlərini tapdıqları yerdir. Onların ən böyük gücü elə bir yerdə olmaqlarıdır mənə görə, mənim düşüncəmə görə. O gecə musiqilər dəyişdi, söhbətlər dəyişdi, hisslər dəyişdi. Amma bir şey dəyişmədi. Onlar bir-birlərinin evi idilər. Dəfələrlə bunu vurğulatsam da, mənə ən çox təsir edən hiss də buydu. Və mən buna şahid olmaqdan inanılmaz dərəcədə xoşbəxt oldum. O məkanda uşaqları izləyəndə beynimdə birdən-birə başqa bir düşüncə peyda oldu. Çox fərqli, çox sakit, amma çox təsir edən bir düşüncə. 2022-ci ildə mən Vilnius Universitetinə qəbul olunmuşdum. Hətta bir neçə başqa universitetlərə də. Amma bilmirəm niyə, içimdə ən çox Vilnius var idi. Mən ora getmək istəyirdim. Yəni ora məni özünə çəkirdi. Sanki getməli olduğum yer oraydı kimi. Hiss olaraq özümü orada daha rahat təsəvvür edirdim. Bəlkə də çoxdan yaşamaq istədiyim bir həyatın başlanğıcı kimi gəlirdi mənə. Və indi içində bu uşaqların həyatına görə düşündüm ki, o vaxt əgər mən Vilniusa getsəydim, bəlkə mənim də həyatım bu cür olacaqdı. Mən də bu cür fərqli duyğular yaşayacaqdım. Yad ölkə, öz ailəmi yaratmaq, məcburiyyətində qalmaq və s. Yeni dostlar, yeni mühitlər, yeni çətinliklər. Bəlkə də başqa bir mən olacaqdım. Başqa bir yol, başqa bir hekayə. Və bunu hətta deyərdim düşünmək məni qəribə bir şəkildə kövrətdi. Hətta indi də mən çox kövrəyəm. Hətta mən Vilnius Universitetinə qəbul kağızımı tapanda belə şəkillərin arasında bir neçə ay bundan əvvəl saatlarla ağladığımı xatırlayıram. Amma keçdi. Çünki bəzən seçimlərimiz bizə çox sadə görünür. Gedim, ya qalım. Bu il qalsın, gələn il gedərəm ki, mən elə demişdim. Bu il qalsın, gələn il gedərəm. Və o gələn il hələ ki gəlməyib. Amma
illər sonra anlayırsan ki, o sadə qərarlar insanın bütün həyatını dəyişdirirmiş. Mən isə o vaxt ölkədə qalmağı seçdim, düzünü desəm. Bəlkə də seçdiyimi düşündüm, amma bəlkə də həyat məni özü saxladı. Bəzən insan yolunu seçdiyini zənn edir, amma əslində yol insanı seçir. Mən bunu indi daha yaxşı anlayıram. Uşaqların bir-birinə necə bağlandığını, necə ailə olduqlarını gördükdə içimdə iki fərqli hissə eyni anda yer tutdu. Bir tərəfim dedi ki, kaş Venusa gedəydim, bəlkə mənim də həyatım bu qədər fərqli olardı. Amma bir başqa tərəfim isə sakit səslə pıçıldadı ki, yəni sən olduğun yeri böyük etdiyin üçün burdasan. Yəqin ki, belə də olmalıymış. Və bu iki hissin arasında qaldım. Nə tam peşmanlıq, nə də tam rahatlıq. Sadəcə içi dolu bir duyğu. İnsan əgərlərlə dolu düşüncələri kimi bəzən həyat bizi başqa bir yoldan keçirir. Bəzən seçdiyimiz yolun səbəbini illər sonra anlayırıq. Və o an düşündüm ki, bəlkə mən Venusa getmədiyim üçün indi olduğum insanam. Bəlkə də orada olsam bu qədər formalaşmazdım. Amma nə olursa olsun bu düşüncə mənə həmin gecəyə ayrıca bir dərin duyğu qatdı. Düzdür, əslində bu qədər duyğusal bir şeyi paylaşmaq istəməzdim. Hətta bunu edit edərkən belə paylaşmayacağımı bilmirəm. Çünki zəif tərəflərimi insanlara göstərməyi sevməmişəm heç bir zaman. Amma indi düşünürəm ki, bu bir zəif tərəf deyil, bu bir yaşanmışlıqdır. Hətta mənim özümə verdiyim bəzi sözlər var bu mövzularda. Yəni mən bir gün o duyğuları, o arzuları həyata keçirdəcəm, o duyğuları yaşayacağam. Və bu bir manifestmi olsun, nə olsun bilmirəm. Bilirəm ki, mənim zaten bir kütləm yoxdur YouTube-da və qısa müddətdə təbii ki, bu mümkün deyil ki, mən bu qədər YouTube-u da ciddiyə almam, hətta paylaşımlarım ardıcıl deyil və s. Bunun da yaxın müddətdə bir nəticəsi olacağını düşünmürəm. Çünki mənim məqsədim YouTuber olmaq deyil, mənim məqsədim həyatımla əlaqəli şeyləri, mənim üçün özəl olan anları, gözəl olan anları, xatirə qalmağını istədiyim anları mən ölümsüzləşdirmək istəyirəm. Ona görə bunları YouTube-a yükləyirəm. Yəni, hər hansı bir izlənmə, hər hansı bir reyting hazırda mənə maraqlı deyil. Hazırda mən bunu anladım ki, xəstə olanda YouTube-a video yükləməyə tələsməmək lazımdır və daha aydın başla videoları editləmək lazımdır və bu qədər əziyyət çəkmişəm. Harca 7-8 saatdır ki, mən bu videonu düzəltməyə çalışıram. Böyük ehtimalla əziyyətimə heyfim gələcək və yükləyəcəm. İndi isə hazırda siz videoda gördüyünüz hissədə artıq gecə saat 4-dür, 4-5-dir və biz baju yeməyə gedirik, yəni səhər yeməyi yeməyə. Baju göyərtili olan və dolu cəhətli olan söz verirəm. Növbəti videolarda daha pozitiv olacağım. Xəstəliyimə sayın, Allahım yaşama versin mənə də.